Salam, hər vaxtınız xeyir olsun. Mən bu videoda ingilis dilinin ən əsas mövzusu olan to be, xəbər tipli cümlələr, am, is, are mövzusunu izah eləyəcəm. Demək, hər kəs bilməlidir ki, ümumiyyətlə danışıqda cümlələr iki yerə bölünür. Xəbər bildirən cümlələr və hərəkət bildirən cümlələr. Xəbər bildirən cümlələr nə deməkdir? Məsələn, biz bir şeyin nəsə olması haqqında danışırıq. Deyirəm ki, hava soyuqdur, bura mənim evimdir, mən müəlliməm. Bax, bu şəkildə xəbər, məlumat veririk. Amma hərəkət odur ki, məsələn, Rəna qaçır, mən qulaq asıram, mən xoşlayıram. Bax, bunlar hərəkət bildirən cümlələrdir. İndi mən həm xəbər bildirən cümlələr, həm də hərəkət bildirən cümlələrdən nümunələr yazacağam. Fikir verək cümlələrə. Məsəl üçün, mən müəlliməm. Burada mən özümün müəllim olmağından danışıram. Demək, bu üç cümlə xəbər cümləsidir. İkinci cümlə isə hərəkət bildirən cümlədir. İndi, gəlin xəbər bildirən cümlələrə daha yaxından baxaq. Burada bir mən sözü var, bir müəllim sözü var, bir də am şəkilçisi var, düzdürmü? Gəlin, bunu mötərizədə yazın. İkincidə, bir sən var, bir müəllim sözü var, bir də sən var. Müəllim var, o var, müəllim var, bir də dırdır var. O zaman gəlin cümlələri iki yerə bölək. Biri haqqında danışılan tərəf olsun, digər hissə isə məlumat hissəmiz olsun. Çünki mən kimin müəllim olmağından danışıram? Mənim. Deməli, gəlin bu şəkilçilərə baxaq görək. Bu şəkilçilər burada niyə var? Onlar hansı rol oynayır? Hansı funksiyanı daşıyır? Kim? Mən, müəllim olmağını ifadə etmək üçün am. Mən deyirəm ki, bu üç şəkilçi olmaq funksiyası daşıyır. Cümlədə olmaq bildirir. Siz mənə etiraz edirsinizsə, gəlin bu üç şəkilçini cümlədən götürək. Baxaq görək. Mən müəllim. Sən müəllim. O müəllim. Hansı məna əksik qaldı cümlədə? Sanki cümlə göydə qalır, tamamlanmır. Nəyi tamamlanmır? O müəllim olmağını ifadə etmək üçün dir. Sən müəllim olmağını ifadə etmək üçün sən. Mən müəllim olmağını ifadə etmək üçün am. Baxın, burada demək ki, bu üç şəkilçi olmaq bildirir. Əgər cümlədə olmasaydılar, nə mən müəllim olacaqdım, nə sən, nə də o. Və cümlənin sonunda gəlir. Və nəyə görə üçü də eyni funksiyanı daşıdığına görə fərqlidir? Gəlin baxaq. Sizcə belə eləmək olardı, sən müəllimdir. Xeyr. Bu qələmun kimi qonduğu yerin rəngini alır, haqqında danışılan şəxsə görə dəyişkənlik göstərirlər. Eynən ingilis dilində də haqqında danışılan məlumatı birləşdirmək üçün ki, bu olmaq bu üç şəkilçidən istifadə olunur. Am, is, are. Və sadəcə Azərbaycan dilindən fərqli olaraq ingilis dilində bu şəkilçilər ortada işlənir. Üstə gələk. Ya am, ya is, ya da are. Bax, bu şəkildə istifadə olunacaq. Sanki am, is, are sağ əlini haqqında danışılan sol əlini məlumata verməklə ikisini connect eləyir, birləşdirir. Onun o olmağını bildirir. Demək, hərəkət bildirən cümlələrdə deyil, sadəcə nəyinsə nəsə olmağını bildirdikdə biz am, is, are-dan istifadə eləyəcəyik. Deməli, mən deyirəm ki, hərəkət bildirən cümlələrdə am, is, are-dan istifadə olunmaz. Əgər siz etiraz edirsinizsə, gəlin cümlədə işlədək, baxaq görək hansı məna alınır. Məhlula yanlış bir maddə əlavə eləməklə alınan zəhərdən biz səhvi düzü başa düşəcəyik. Tutaq ki, iz qoşdum bura, ya da am qoşdum, tutaq ki. Am, is, are qoşdum, düzdür? Üçündən birini də, yəni bura ya qoşuram. Bunlar deyəcək ki, mən olmaq, qaçmaq. Niyə? Çünki bu özündən əvvəlkin, özündən sonraki olmağını bildirir. Ona görə də olmaq bildirən cümlələr ayrı, hərəkət bildirən cümlələr ayrı. Deyirəm ki, mən xoşlayıram. Mən, xoşlayıram, like. Düzdür? Mən bura am qoşsam, bu olacaq mən xoşlamağam. Bu sizcə doğrudur?
Xeyr. Demək ki, am harda istifadə olunur? Is harda istifadə olunur? Are harda istifadə olunur? Olmağını bildirdikdə. Demək ki, bu yanlış bir seçimdir. Demək, am is are dedi ki, olmaq bildirir. Yadda saxlayın. Eyni Azərbaycan dilində kimi məndə amdan istifadə olunur. Tək şəxslərdə isdən istifadə olunur. Cəm şəxslərdə aredan istifadə olunur. You istisnadır ki, sən deməkdir və təkdə olmağına rəğmən yenə də aredan istifadə olunacaqdır. Am, is, are. Deməli, məsələn, bir də bir şey izah eləyim. Məsələn, deyirik ki, Fuad Fəriddən hündürdür. Belə olanda haqqında danışılan bitdikdən sonra izi artırırıq və Azərbaycan dilinə aldanıb əgər Fəriddən sözünü yazsaq, dedim, nə etmək lazımdır? Ehtiyatlı olmaq lazımdır. Əmizarın sağına soluna fikir verin. Əmizar sağdakını soldakı eləyir. Deyəcək, Fuad Fəriddir. Olar sizcə belə, ya da Fəriddəndir. Olar sizcə belə bir şey? Yanlışdır. Ona görə əsas məlumatdan öncə xəbər verin ki, qoy onu o eləsin. Fuad, bax, hündür sözünü gətirmək lazımdır ki, o olsun. Biz məlumata yaxın izi işlədirik əmiş. Məsəl üçün, deyirəm ki, bu şəhər böyükdür. Bu şəhər böyükdür. Məlumata yaxın olmağını ifadə edirəm ki, böyük olsun. Ona görə Azərbaycan dilinə fərqli olaraq cümlənin əsas özəyinə toxunmaq olmaz. Əsas özəyini yazın, digər məlumatları sonra yazarsınız. Məsəl üçün, mən bugün xoşbəxtəm deyirəm, düzdür? Kim? Mən. Haqqında danışdığım bitdi, olmaq. Bura bugün yazsaq olacaq, mən bugünəm. Ən doğru variantı I am happy olacaq. Mən xoşbəxtəm. Today-də sanki elə belə xala xətrin qalmasın deyə bir söz var loru dildə. Bu şəkildə ifadə eləyirik. I am happy today. Mən demirəm I am today happy səhvdir. Ola bilər, inversiyadan istifadə oluna bilər, amma rəsmi olaraq bunun düzəlməsi bu cürdür. I am happy today. Yəni, əmizarın sağına soluna fikir vermək lazımdır. Əgər biz əmizarla olmaq bildiririksə, deyil eşitdikdə bu olmamaq deməkdir. Məsəl üçün, hava hava istidir, düzdür? Hava isti deyil demək nə deməkdir? Havanın isti olmamağı. Qapının nə ilə bağlayırıqsa ondan da açırıq, qapı nə ilə açıqsa ondan da bağlayırıq, düzdür? Siz bundan olmaq bildirirsinizsə, bundan da olmamaq bildirəcəksiniz. Yəni, notu gətirib əmizarı artacaqsınız. Deyəcəksiniz ki, the weather hava deməkdir. Is not hot. Bu şəkildə və soruşanda ki, hava istidir, nə ilə oldururuqsa, nə ilə oldurmuruqsa, ondan da olmağını soruşuruq. Deyirik ki, olmağımı hava isti. Bu cür vərdiş eləmək lazımdır. Bu şəkildə vərdiş edirik.